hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün 9 mart 2026-cı il tarixində DİM 11-ci sinif şagirdləri üçün, birinci zonaya daxil olan məktəblər üçün buraxılış imtahanı keçirdi. Bundan əvvəlki iki videoda həm qrammatika suallarının izahının, həm də bədii mətnin izahını vermişəm. İndi isə 51-60-cı sayılı tapşırıqların izahını verəcəm. Burada Azərbaycanda parçaçılıq sənəti barədə deyirdi. Əgər mətnlə tanışsınızsa, o zaman sualların birgə izahına baxa bilərik. Yox, əgər tanış deyilsizsə, o zaman videonu saxlayaraq suallarla tanış olub, daha sonra mətnlə tanış olub, daha sonra sualları cavablandıra bilərsiniz. 51-də deyir ki, məşhur fransız yazısı Mijon Müsəlman İncəsənəti kitabında onlar elə bir min bir gecə nağıllarından çəkilmiş illüstrasiyalar yazaraq nümunələrinə məftunluğunu etiraf etmişdi ki, deyir ki, bunu hara artırılsa, nömrələnmiş, əlaqə pozulmaz. Baxıram ki, biri artıra bilmirəm mən. Bura artırsam uyğun gəlməyəcək, burada uyğun gəlməyəcək. Amma üçüncüyə uyğun gəlir. Çünki burada deyir ki, nağıl qəhrəmanları, klassik şairlərin, xüsusən Nizami Gəncəvin əsərlərində obrazlarda təsvir olunurdu. Ona görə bura cavab olacaq A variantı. 52-də Eylerven diaqramındakı yanlış fikirləri istəyir bizdən. Gəlin baxaq. Xalq mahnısında burada toxunan parçaya işarə olunurdu. Bəli, deyirdi ki, bir dəqiqə həmin hissəni tapım sizə göstərim. Sənə Şamaxıda toxunan ipəkdən köynək tikdirəcəyəm. Bu Şamaxıya aid fikir idi doğrudan da. Gəlin onda birləri çıxaq. B-ni. Mənbələrdə buraya ticarət məqsədlə göndərilən heyətdən söz açılırdı. Burada Təbrizə parça almağa görə ekspedisiyadan söhbət açılırdı. Bəli, Təbriz idi bu, Şamaxı deyildi. 3-dədir ki, parça toxucuları şəhəri tərk etmək məcburiyyətində qalmışdılar. Demək, həmin hissə hardadır? Bir dəqiqə ki, Təbriz toxucuları böyük əksər parçasını sənə inkişaf etmək məqsədlə həmişəlik İstanbula aparılmışdı ki, qələbədən sonra tərk etmək məcburiyyətində qalan, demək, İkisinə də aid deyil də, təkcə birinə aid idi bu. Ona görə yanlış fikirdir. 4-də deyir ki, bəzi emalatxanalarda hazırlanan parçalar yüksək qiymətə satılırdı. Bəli, burada məsələn deyirdi ki, baha qiymətə satılırdı. Yəni, emalatxanalarda toxunan zərli parçalar xüsusi yer verirdi. Sənətində xüsusi yer tuturdu da, onlar da baha qiymətə satılırdı. Bu hər ikisinə aid fikirdir. Bəli, 4 doğrudur. 4 doğrudursa A-nı D-ni çıxaq. 5-ə baxıram. 5-də deyir ki, 5-də nə deyir? Parça toxuyan sənətkarları qiymətli metallardan da istifadə edirdilər. Qiymətli metallardan, burada qızıl və gümüş zindanın üzərinə nazik vərək kimi qoyulurdu. Bu var idi, Təbriz və Şamaxı. İkisinə də aiddir, amma bizə harda verir? Təbrizdə verir, yanlışdır. 6-da deyir ki, burada toxunan parça müxtəlif muzeylərdə saxlanılırdı. Baxaq burada ki, müxtəlif muzeylərdə saxlanılan hardaydı? Ki, demək, bir dəqiqə həmin hissəni tapaq. Demək, Kiyev, Moskva muzeylərdə nümayiş etdirilirdi. Bu hansına aid idi? Təbrizə aid idi bu. Təbrizdə mi verib? Aha, Təbrizdə verib bunu, düzdür. Demək, Y variantı, yanlış fikir istəyirsə Y-dəki 2, 3, 5. 53. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin kontekstində şərhinə görə uyğun deyil. Altından xətt çəkilmiş sözlər, demək, burada yazılmışdır söz, üzr istəyirəm, üzərində rəqəm yazılmışım. Məxəzlərdir sözüdür. Sonra məmulatlar, sonra bir dəqiqə davamlı, tablo, başqa varmı? Əntik, bir də əntik. Aha, gəlin indi burada biz baxaq. Məmulat istehsal olunmuş, hazırlanmış bir nəsnə, məhsul mənasındadır. Sonra məxəz burada sənədlər, mənbələr mənasındadır. Sonra davamlı, gec yırtılan, gec dağılan mənasındadır. Tablo, bir dəqiqə, əntik, nadir tapılandı. Amma tablo bilsiz, tablo rəsm əsəridir. Burada portret hər hansı bir kəsin çəkilmiş şəklidir. Ornamentdə müəyyən bir naxış mənasındadır. Yəni, bu uyğun gəlmir. B variantı uyğun deyil burada. 54-də deyir ki, mətndə üzərində rəqəm yazılmış sözlərdən biri hansı nümunədə kontekstə görə mənasında işlənmişdir. İşlənəni istəyirsə bizdən, gəlin həmin sözləri alaq dairəyə. Demək, yazılmışdır sözüdür. Hazırlayırlar sözüdür. Görünməsi 4-cü söz, salırlar 3-cü söz, 5-ci sözdə göstərir sözüdür. 6 yoxdur mu? Yoxdur. Demək, 4-də deyir ki, gedişindən sonra ailədə Orxanın yeri görünür, hamı demək, onun üçün darıxırdı. 4-də bizə verib ki, görünməsi. Buradakı görünmə, gözəl görünməkdə, həqiqi mənada. Burada isə məcazi mənadadır. Çıxıram. Şagird sualının cavabını qabaqcadan hazırlamışdı.
Sual hazırlamaq, bir də zərgərlər saplarını hazırlayırdılar. Burada emal olmaqdan söhbət gedir uşaqlar. Yəni bu hazırlamanın o hazırlama uyğun deyil. Sonra birdə deyir ki, bir hardadır? Aha, yazılmışdı. Məxəzlərdə yazılmışdı. Sənin taleyinə yazılıbmış, məcazi mənada da olmaz. Sonra 3-də deyir ki, salırdılar, sap halına salırdılar. Qoca əllərə səsə parça açarı qapıya saldı. Bu həqiqi mənadadır. Təcrübələr bu fikrin doğru olduğunu göstərir. Burada nə verib bizə 5-də? Araşdırmalar göstərir. Təcrübələr göstərir, araşdırmalar göstərir. Bu doğru fikirdir, bəli. Sonra baxdıq bura, doğrudur hissəsində, yanlışdır və ehtimaldır hissəsini verib bizə. Azərbaycan parçaçılıq sənətinin müxtəlif sənətinin nümunələri qazanc məqsədilə satılmışdı. Bəli, burada verilirdi ki, baha qiymətə satılır. Dünya bazarında baha qiymətə satılırdı. Bax, bu hissədə verilib yəni o bizə. Ona görə bir doğrudur. Bir olmayan variantları çıxaq elə. Sonra baxıram 2-yə. Parçaçılıq sənətkarları sadəcə ipək parça istehsal edirdilər. Bu yanlış fikir idi uşaqlar. Demək, baxın burada ipək parça. Yəni burada qızılı saplarla filan hörgü filan var idi. Sonra başqa yerdə var idi mi? Məsələn, onu demək olar yəni. Bu yanlış fikirdir. 3-də deyir ki, Azərbaycan parçaları haqqında müxtəlif mənbələrdə məlumat almaq mümkündür. Bəli. Məsələn, rusların parçaları ilə tanışlıq barədə məxəzlərdə yazılmışdı. Rus mənbələrində var idi. Sonra fərqli, məsələn, var idi ki, məlumatlar var idi ki, İngiltərədə, Rusiyada böyük alıcı kütləsi olmuşdu. 14-17-ci əsrlərdə məlumat var idi. Yəni, müxtəlif mənbələrdə var idi. Bu doğru fikirdir, amma yanlış da verib uşaqlar. Ona görə 3-ləri də çıxıram. Şamaxı və Təbriz ipəyindən rus çarı üçün geyim hazırlanmasına 9-12-ci əsrlərin mənbələrində rast gəlinir. Bax, burada demək, baxın, həmin hissəni tapım sizin üçün ki, Şamaxı ipəyindən rus Romanov üçün paltar tikilməsi burada bizə 1663-cü ildə ekspedisiya tərəfindən göndərilən ekspedisiya, daha doğrusu Təbrizdə parça almağa göndərilən ekspedisiyadır, amma Şamaxı bəhs olunurdu. Yazılı mənbədə. Amma neçənci əsr olduğu yazılmamışdı. Yəni burada 4 yanlışdır. Ehtimaldır hissəsində antik parçalar, antik mallar alverçisi bir neçə hissəyə bölərək müxtəlif şəxslərə satdığı parçanı Təbriz şəhərindən almışdı. Bunu biz antik demək mallar alverçisi, baxaq həmin hissəyə. Alverçisi olmuşdu. Arşiv göstərir, bu parça əvvəlcədən İstanbulda antik alverçisi olmuşdu. Yəni bunu bəli, Təbriz şəhərindən aldığını deyir ki, ipək parçanın bir hissəsi saxlanılırdı və sonra bu məlumatı verir bizə. Yəni bunu ehtimal eləyə bilərik, bəli, ehtimal hissəsində. Şərq xalqları muzeyində saxlanılan parçanın üzərində düşmənin ələ keçirilməsi təsviri verilmişdi. Bəli, orada kəməndlə tutduğu düşmənin təsvir edilmişdi. Bax, bu hissədə verilmişdi o. Yəni bu doğru fikirdir əslində, ona görə çıxıram. Demək, buradan götürəcəm 1-i, buradan götürəcəm 4-ü, buradan da götürəcəm 5-i. Cavab olacaq D variantı. Baxıram 56-ya, mətn əsas cədvəl görmürük biz. Əvvəldə işarə qoymuş sözlər arasında cədvəl doldurun. Yenə də cədvəl işarəsi cədvəldə nə istədiyini məlum deyil. Mətndə çərçivə alınmış cümlədə uyğun düzəlişlər, qüsurlu məqamlarda etməklə cümləni yenidən yazın. Burada Səfəvilər tarixində Azərbaycanda olmuş məşhur fransız səyahı Sarden burada müxtəlif parça növlərinin toxunduğunu günlərini isnad etmişdi. Yox, yazmışdır. Sonra mətnin 2 müxtəlif tərkib hissələrini bir-birinə ziddiyyət təşkil edən cümlələri müəyyən edin. Məsələn, burada demək, bu sənət sahəsi yarandığından bu günə qədər daim yüksək səviyyədə inkişaf etmişdir fikri. Giriş hissə ilə demək, bax, burada nəticə hissədə deyir ki, həmşəli İstanbula aparmış. Bu hadisə Azərbaycan parçasına böyük zərbə vurmuşdu. Bax, bu hissəni, bəli, biz əsas hissə ilə nəticə hissə arasında var idi belə bir şey. Azərbaycan parçalarının şöhrət qazanmasında müxtəlif sənət sahələrində rolu olmuşdu. Bəli, burada var idi, məsələn, rəssamların məsələn tablolarında, sonra yazıçıların, klassik şairlərin, məsələn, ədəbiyyat yaza bilərik, ədəbiyyatın, sonra rəssamlığın, məsələn, bunları yaza bilərik, yəni ki, nümunələrini əsaslandırmaqla da hissələrini qeyd edə bilərik. Siz əgər videonu izlədinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.